Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bu gün Telegram kanalımızda mövzu sınağı paylaşmışıq. Feil bölməsinə aiddir. 9-cu siniflər üçün nəzərdə tutulub, amma istənilən sinif şagirdləri bu mövzudan maariflənə bilər. İstər 9-dan aşağı, istərsə də 9-dan yuxarı sinif şagirdləri feil bölməsini təkrarlamaq istəyirsə, nə faydalı olar, nə gözəl olar ki, bu mövzunu dərindən öyrənərlər. 10 sualda, amma 10 sualın içərisində çoxlu material və mövzu var ki, təkrarlamağınıza xeyri olacaq. İlk sözümüz yazdırılmırdı sözüdür. Sözün kökü nədir? Yaz, feildir. İlk qoşulan şəkilçisi yazdırmaq sözüdür. Dır feildən feil düzəldən şəkilçisidir, yəni 1. Il məchul növün şəkilçisidir. Növ şəkilçisi də 2-də öz əksini tapıbdır. M inkar şəkilçisidir. İnkar şəkilçisi 4-də öz əksini tapır. Ir indiki zaman şəkilçisidir. Zaman şəkilçimiz 3-də öz əksini tapıbdır. D da hissəcikdir. Hissəcik də 5-dədir və cavabımız A variantıdır. Biz növünü burada qeyd elədik, ancaq feilin hansı şəklində olduğunu demədik. Qeyd eləyərsiniz şərhə ki, yazdırılmırdı sözü feilin hansı şəklindədir və həmin şəkli tapmaq üçün burada hansı açar kod verilib ki, biz ona əsasən tapdıq ki, bu həqiqətən də feilin həmin şəklindədir. Şərhə yazarsınız, dostlarınız da öyrənir. 2-yə keçməyək, yanındakı 6-cı suala baxaq, bu formada davam edək. 6-cı sualda nə istəyir? Uyğunluğu müəyyən edin. Feili sifət işlənən, məsdər işlənən və feili bağlama işlənən cümlə. Tapaq. O, söhbət tamam olandan sonra. Burada dan-dən şəkilçisi var. Bu, sonra ilə işlənibsə, dan-dən çıxışlı qal şəkilçisidir. Çünki sonra burada qoşmadır. Yerdə əlimizdə qalır anən şəkilçisi. Demək ki, bu nəymiş? Feili sifət şəkilçisiymiş. Gülşah xısın-xısın ağlayırdı. Burada xısın-xısın zərfdir. Hərəkətin tərzini bildirir və burada feili bağlama yoxdur. Məntiqən onu düşünə bilərsiniz, amma yoxdur. Əlindəki çaxmağı mənə ver. Buradakı çaxmaq sözü əşyanın adıdır, yandırıcı alətdir. Məsdər deyil, qətiyyən. Bu kanal axmaq istəmir deyəsən. Bu hansısa televizor kanalından söhbət getmir. Bu suyun axan kanalından söhbət gedir ki, bu kanal axmaq istəmir. Buradakı axmaq da hərəkət bildirdiyi üçün maqmaq da məsdər şəkilçisidir və bu formada gedir. 1A, 2D. 3-ə də E qalır. Feili bağlama işlənən cümlə. Bağlama da and-əndə şəkilçisidir. Zaman məzmununu bildirən şəkilçisidir. Biz Bakıya çatanda artıq qaranlıq düşmüşdü. Və bu cümlə çox maraqlı cümlədir ki, buradakı biz müstəqil cümlə üzvü deyil. Biz and-əndə şəkilçisinin içərisindədir və feili bağlamanın tərkibi hesab olunur. Buradakı cümlənin mübtədəsi düşmüşdür. Nə? Qaranlıq sözüdür. Biz burada müstəqil cümlə üzvü deyil, ağlınızda qalsın. Keçək növbəti sualımıza. Klaster əsasən uyğunluğu müəyyən edir. İkinci sualda. Yazdır sözünü icbar növdə olduğunu bizə deyilsə, demək ki, dır burada leksik şəkilçidir. Əşyanın adını bildirməsi imkansız bir şeydir. Çünki əşyanın adını isim bildirə bilir. Anonim söz kimi işlənməsi. Siz düşünə bilərsiniz ki, fəsil mənasında yazdır sözü kimi də düşünərik. Amma fəsil mənasında işlətsək, yaz sözün köküdür, fəslin adıdır. Dır qrammatik şəkilçidir. Və burada sözün tələffüzü də belə olacaq. Yazdı. Sondakı dı tələffüz olunmur isim kimi işlənsə. Amma feil kimi olsa elə yazıldığı kimi tələffüz olunacaq. Amonimin də qaydası nədən ibarət idi? Yazılışları və deyilişləri eynidir. Düzdür, yazılışları hardasa eynidir, amma deyiliş məsələsi eyni deyil axı. İsim kimi işlədəndə gördük ki, sondakı r hərfi deyilmir. Ona görə də amonim söz kimi işləməyəcək. 2 də yanlışdır. 2-ni də silsək cavabımız E variantı qalacaq bizdə. Başlanğıc forması dəyişibdir. Həqiqətən də başlanğıc forması dəyişibdir. Çünki yaz sözün kökü idi. Yazdır artıq onun təzə başlanğıc forması oldu. Leksik şəkilçisi olduğu üçün əmr şəklində işləndiyini hardan bilirik? Xəbəri şəkilçisi yoxdur və birbaşa şəxslə işlənir. Sən yazdır. İş bitdi. Bu da əmr olduğunu bildirir. Sözün formasını dəyişən şəkilçi qrammatik şəkilçidir. Leksik şəkilçilər sözün məzmununu dəyişir. Ona görə də 4-dəki fikirlə yanlış olacaqdır. Uyğunluğu istədiyi üçün E variantıdır. Keçək 7-ci suala. 7-də deyir ki, vurğunu nəzərə almaqla verilmiş feillərlə bağlı müqayisə edin. Vurğu bölməsi çıxarılır proqramdan, amma nə vaxtsa geri qayıda bilərmi? Bilər. Bunu bilməyiniz lazımdır ki, idi imiş hissəcikləri vurğu qəbul etmir. Bax, burada vurğu qəbul etmir. Demək ki, bu hissəcikdir. Amma bu vurğu qəbul edibdir. Demək ki, bu zaman şəkilçisidir. D deyə də indiki zaman şəkilçimiz yoxdur da. D keçmiş zaman şəkilçisidir, qrammatikdir. I orada birbaşa leksik şəkilçi kimi olacaq. Cavabımız da burada 2-4 formasında olacaq. Quruluşca düzəltmə olması imkansızdır. Çünki mən buna hissəcik demişəmsə, hissəcik heç vaxt nə sözün kökünə, nə də başlanğıc formasına qoşulur da. Bu qrammatik şəkilçidən sonra gəlməlidir. Qrammatik isə demək ki, köçür burada indiki zaman şəkilçisidir və zaman şəkilçisi də vurğu ilə işlənə bilər.
Altı səhvdir, keçmiş zamanda olan sadəcə ötürdü sözüdür. Kökü ilə başlanğıc forması fərqlidir. Bu da birinci xana üçün ötmək və ötürmək sözü üçün keçərlidir. Köçürsə sözünün başlanğıc forması da kökü də eynidir, köçmək feilidir. Ona görə də cavabımız 2 və 4-dür bu sualda. Üçüncü suala baxaq. Üçüncü şəxsdə şəxs sonluğu işlənmir. Üçüncü şəxsin təkində şəxs sonluğu işlənir. Biz bunu qayda bilməyimizə ehtiyac yoxdur. Nə edirik? İndiki şəxsdə işlənmir. O sözünü yazaq. Üçüncü şəxsimiz o və onlardır. İndiki zamanda yazaq. Onlar yazır. O yazır, onlar yazır. Mən burada şəxs sonluğu işlətmədim. Demək ki, bir düz imiş. D keçmiş zaman. O yazdı, onlar yazdı. İşlətmədim də yenə. Yəni xəbərli şəkilçisi yoxdur. Bir d şəkilçisini yazmadım. Demək ki, 1-2 düzgün versiyadır. Orada bir problemimiz yoxdur. Keçək növbəti versiya. Deyək ki, üçüncü şəxsin təkində işlənə bilər. Yəni o hələ ki qalsın. Lazım şəklin şəkilçisi A səsidir. O yazasıdır. Gördünüz ki, mən burada artıq dır şəkilçisini qoşdum. Demək ki, 3-də də versiya doğrudur. O yazıbdır. Burada da doğrudur. Hər ikisinə dır şəkilçisini qoşa bilirəm. 1, 2, 3, 4 olan versiyası hələ ki doğru gəlirik bura kimi. Quruluşca düzəltmə olan feildir. Yalvardı sözü quruluşuna görə sadədir. Çünki yaldan yaranmayıbdır. D da zaman şəkilçisidir. Yağlamaq sözü isə düzəltmədir. Yağ ismindən yağlamaq feili yaranıbdır. 6 da düzdür, 6 da burada düzdür. Quruluşca sadə feildir. Çevrildin sözündə. Sözün kökü çevrilməkdir. Çevrilmək. Bunu iki cür düşünə bilər. Siz çevrildin. Məsələn, ortada bir masa var, onu siz çevrildin. O birisi üzrə çevrildin. Bunlar leksik şəkilçi kimi işlənə bilər. Bir də çevrildin. Sən çevrildin. Çevril sözün kökü d-di keçmiş zaman. Bu formada baxsan quruluşda sadədir. Amma icbal növ kimi düşünsəm, yəni əmr formasında düşünsəm ki, feilin bu əmr şəkildir. Siz çevrildin. Bu zaman düzəltmədir. Mən 7-ni əminliklə deyə bilmərəm. Ayaqlaş sözü onsuz da düzəltmədir. Buradan da bu nəticə gəlir ki, bu sual dəqiq deyil. Yəni bu sözü mən iki cür düşünə bilərəm. Mən bunu əminliklə deyə bilmərəm ki, bu sadədir, yaxud da bu mürəkkəbdir. Bu sualda bu problemimiz var. Test tərtibçiləri işləyərkən bu sualı gözlərindən qaçırıblar ki, çevrildin sözünü iki cür düşünmək olar. Ona görə də bu sualda düzgün cavab yoxdur. Məntiqən B yaza bilərik, amma cavabımız heç yerdə çıxmayacaq. 7 ilə 8-in hər ikisi düzəltmə kimi işlənə bilər. İndi bu tərəfdə 8-ə baxaq. 8-də deyir ki, hansı feil feilin vacib şəklindədir. Feilin vacib şəklinin şəkilçisi hansıdır? Malı məli. Malı məlini bir A-da görürəm, bir də B-də. Ancaq vacib şəklinin sualı var axı, nə etməli? Çalışmalı kişi, çalmalı kişi çox zəhmli idi. Buna nə etməli kişi deyə bilmərəm axı. Necə kişi? Bu feili sifətdir. Leyla dərs oxumalı deyil ki, nə etməli? Bax gördün, nə etməli sualını verdimsə cavabımız B variantıdır 8-ci sualda. Bu formada sualını verin, tapın. Nə etməli? Necə sualına cavab versə artıq bu feili sifətdir. 4-cü suala keçid edək. Feili bağlama olan cümləni müəyyən edin. Feili bağlama şəkilçiləri burada diqqət yetirsə AA şəkilçisinə üstünlük verilibdir və cavabımız D variantıdır. Mən işləyə bunları qazanmışam. İşləməyə. Feili bağlama inkarda işlənə bilər. Buradakı dama sözü necə sualına, nə tərzdə sualına cavab verir və inkarda işlənmir. Nəyinsə hərəkət yoxdur da burada. Əlamətini bildirir. Ona görə 4-də cavab D-dir. Birində isə hissəci işlənmişdir. Yuxarıdakı testdən artıq bilirik ki, hissəciklər sözün kökünə birbaşa qoşulmur. Ortada qrammatik şəkilçilər gəlməsi vacibdir. Bu feil üçün köçərlidir. Ancaq digər nitq hissələri üçün necədir vəziyyət? Digər nitq hissələrinin kökünə rahatlıqla qoşula bilər. Bax, burada yazsa sözüdür. Sözün kökünə qoşulubdur. Sözün kökünə qoşulubsa, bu hissəcik deyil. Bu feilin şərt şəklidir. Amma varsa sözü burada öz əksini tapır. Varsa başqa nitq hissəsidir. Başqa nitq hissəsi olduğu üçün də cavab B variantıdır. Başqa nitq hissələrinin kökünə rahatlıqla qoşula bilər. Oxusa da sözün kökünə qoşulub da ola bilməz. Sonra işini bitirsə, bitirmək, başlanğıc formaya qoşulubdur. Bu yenə şərt şəklidir. Leyla pulu banka yatırmaq başlanğıc formadadır. Yox, yatır elə birbaşa sözün köküdür. Sağ da hissəcikdir. Cavabımız B variantıdır. Varsa sözü hissəcik formasında olacaq. Keçək 5-ci suala. Hansı feil indiki zamandadır? İndiki zaman şəkilçisi id şəkilçisidir və nə edir sualına cavab verir? Axırdır. Nə edirdi? Feil qayıdış növdə olan cümlələri müəyyən edin. Qayıdış növdə iş öz üzərində icra olunmalıdır. Gecədən başlayan qatı duman ətrafı bürüdü. Həqiqətən də duman işi öz üzərində görübdür. Amma qayıdış növünün şəkilçisi olan ıl və ını mən görmürəmsə, mən bunun adını məlum növ deyəcəm. 1 yanlışdır. Hava birazdan açılacaq. Gördük ki, burada ıl şəkilçisi var. 2-ni götürək. 2 olan versiyalarla davam edirik. Bahar ona qarşı edilən kimsə tərəfindən edilibdir. Haqsızlığı qəhərləndi.
Bahar ona qarşı edilən haqsızlığa qəhərləndi. Burada qəhərlənmək sözü var ki, bu məlum növdədir, amma ona qarşı edilən kim tərəfindən edilibdir bilinmir. Bu qayıdış növdədir, məchul növdədir bu 3. Biz bunun qayıdış növü deyə bilmərik. 3 də səhvdir. İndi 4 ilə 5-ə baxaq. Samiyə gözəllik libasına bürünmüşdü. İşi öz üzərində icra edibdir. Bu qayıdış növdədir. Bunu götürək. Bizim otaq zövqlə bəzəndi. Bu məchul növdədir. Kimsə tərəfindən bəzənilibdir. 5 ola bilməz. Burada da cavab 2-4-dür. Və əziz şagirdlər, beləliklə Telegram kanalımızdakı sualların izahlarını öyrəndiniz. Kanalımıza abunə olmağı unutmayın. Əlaqə nömrəsini qeyd eləmişəm. 050 880 71 89 nömrəsini əlaqə saxlayıb dərslərimizlə, həmçinin sınaq qrupumuzla maraqlana bilərsiniz ki, nəticəniz daim yüksək olsun. Uğurlar hər birinizə. Gələn dərs videosunda görüşmək ümidi ilə sağ olun.